İlk baxışda bütün incəsənət əsərlərini professional olaraq bir-birindən ayırd eləmək istənsə, videonu sona qədər izlə. Sənət dünyasında dönüm nöqtəsi olan impressionizm cərəyanı. Bu dönəmə qədər olan bütün əsərlər ya kilsələr üçün, ya da ki, zənginlərin villaları üçün hazırlanırdı. Kilsə səhnələri mifolojik səhnələr olaraq ikiyə bölünürdü. Amma impressionizmlə hər şey dəyişir. 1873-cü ildə Claude Monet'in impressiya, yəni ifadə əsəri Hər şeyi dəyişir. Fırçanın izləri, ləkələr, nöqtələr daha qabarıq verilir. Ötən əsrlərdə heç bir əsərdə biz bunu görə bilməzdik. Məşhur sənət tarixçisi, ənənəvi klassik rəsm tərəfdarı olan Joseph Vincent bu əsəri lağ mənası ilə öz məqaləsində qeyd edir. Belə ki, əsərlərini nə zadəganlara, nə də kilsələrə uyğun olaraq təsvir edən sənətkarlar açıq havada anlıq təsvirlər, yəni insanların, təbiətin, gördükləri hər şeyin təsvirlərinə önəm verirdilər ki, bunlar da yenilik idi. Bu səbəbdən də nə kilsə, nə də zadəganlar onların əsərlərini sərgiləməyi qəbul eləmir. Nəticə etibarilə bu rəssamlar birləşərək dünyada ilk dəfə özəl rəsm sərgisini qurmağı bacarırlar. Sərginin ilk başda xüsusi bir ismi olmasa da, Josephin məqaləsindən yola çıxaraq rəssamlar özlərinə impressionistlər deməyə başlayırlar. Monet'dən başqa cərəyanın digər məşhur sənətkarları Auguste Renoir, Edgar Degas, Bertrand Mottist və Camille Pissarro'dur. Daha sonra rəssamlar öz yollarına baxmağa, öz karyeralarını inkişaf etdirməyə başladılar və sərgi dağıldı, hərə öz sərgisini qurdu. Pissarro isə yəhudi olduğuna görə Avropada hətta rəssam yoldaşları belə ona eyni münasibət göstərmirdi. İmpressionizmlə əlavə olaraq kanalımızda Renesans, Barok, Rokoko, Gotik və bu kimi üslubların incələməsini izləyə bilərsiniz. Növbəti videolarımızda da impressionizmdən sonra gələn üslubları incələyərək seriyamıza son verəcəyik. Bu səbəblə də kanalımızı izləmədə qalmağı və şərh bölməsində fikirlərinizi bildirməyi unutmayın. Yəni nəticə etibarilə sonda siz bütün incəsənət əsərlərini təhlil etməyi öyrənə biləcəksiniz və onu da unutmayın ki, sənət hər şeyin açarıdır. İlk növbədə insan ruhunu dincəltməyin və fəlsəfəni.